Deməli dostlar, bu qazanxananı keçən il işləyiblər. Sadəcə bu il işə salıblar. İşə salandan sonra problemlər üzə çıxıb və müştəri bizi zəng edib, dəvət edib ki, gəlin baxın sistemə. Biz də gəldik, baxdıq. Burada deməli bu nasos buradan gəlir. Bu hissədən bölünür. Həm radiator var, həm də isti döşəməyə. Gördüyünüz kimi həm radiatorun üzərində termostat yerləşdiriblər, həm də isti döşəmənin üzərində. İndi təsvir edin, bunun ikisi də eyni vaxtda dayanır. Nasos isə orada öz-özünə işləyir. Mənzildə isə çox güclü istilik diskomfortu yaşanır. Yəni, həm radiatorlar güclü sinir, həm də isti döşəmə güclü sinir. Yəqin ki, səhv eləmirəmsə 17-ci əsrdir də. Heç kəs eşqəsindən əlaqə saxlaya bilmir. Məlumatsızlıq əsridir. Ona görə də ustalar öz ağıllarına nə gəldi yığırlar. Bilmədikləri şeydə nə öyrənmirlər hardansa, nə də ki öyrənməyə çalışmırlar. Ona görə də nəticədə belə problemlər olur. Müştərilər də ancaq deyəsən bizi problemli sistemlərə dəvət edirlər.